Amma sənə bir maraqlı hadisə danışacağım indi. Demək, elhamdülillah və salatu və selamu alə Rasulillah. Harun Ər-Rəşidin yanında bir cavan oğlan olur, Nəsrani. Amma deyirlər ki, çox gözəl, yaraşıqlı və həmçində çox əxlaqlı bir oğlan olur. Ona görə Harun Ər-Rəşid istəyir ki, yəni bu uşaq İslam'a girsin. Çünki uşaqda çatışmayan dindir bir dənə. Qalan hər şey tamamdır, yerindədir. Ona görə hərisdir ki, uşaq İslam'a gəlsin. Və nə qədər dəvət eləsə də uzanır və sonra deyir ki, niyə görə sən İslam'a gəlmirsən? İslam'a gəlməyinə mane olan nədir? Deyir ki, sizin kitabınızda bir ayə var, o mənim etiqadımı dəstəkləyir. Və ona görə mən qaniyəm. Deyir ki, nədir o ayə? Allah Teala bu kəlmələrini oxuyur. Allah Teala buyurur ki, və kəlimətuhu əlqahə ilə Məryəmə və ruhun minhu. Bu Allah Teala'nın kəliməsidir, yəni İsa Peyğəmbər barədə deyir. Bu Allahın kəliməsidir ki, onu Məryəmə qoymuşdur, Məryəmdə yerləşdirmişdir və o Allahdan olan bir ruhdur. Orada minhu, ondan. Yəni min ərəb dilində şəkilçidir, dandən şəkilçisi ifadə edir. Ona ərəb dilində hərf-ü cər deyilir. Bu dandən şəkilçisi sanki o adamda o qaniliyi yaradır ki, bu Allahdandır, yəni Allahın bir hissəsidir. Və ruhun minhu. Və deyir ki, biz də zaten etiqadımız odur ki, İsa Allahın bir hissəsidir. İsa Allahdandır. İsa özü də Allahdır. Ona görə mən də bu ayə də mənim fikrimi dəstəkləyir, etiqadımı dəstəkləyir. Ona görə mən qalıram. Harun Ər-Rəşid bundan çox üzülür, lakin özü cavab verə bilmir. Və alimləri, fəqihləri toparlayır, cəm eləyir ki, bu şübhəni uşaqdan aparsınlar, heç kim cavab verə bilmir. Və bu zaman deyirlər ki, Xorasana həcilər gəlib. Həcilər həcdən gəliblər Xorasana və onların içində Hüseyn İbn Ali İbn Vaqid adında bir alim var. Onu çağırır. Harun Ər-Rəşid çağırır, oğlan getirilir ora və alim ondan soruşur ki, deyir, İslam'a niyə girmirsən? Deyir, bu ayəyə görə. Bu ayəyə görə ki, ruhun minhu, o Allahdan bir ruhdur. Yəni Allahın özüdür, Allahdan bir hissədir hər şey və ona görə. Və fikirləşir, Ali, rahiməhullah, fikirləşir, cavab verə bilmir. Lakin Harun Ər-Rəşidə deyir ki, ey möminlərin əmri, Allah subhanahu ta'ala əzəli elmi ilə bilirdi ki, bu xəbis fikirli haçansa bu sualı mənə verəcək. Və ola bilməz ki, Allah Teala Quran-ı Kərimdə də bu şübhənin cavabını qoymuş olmasın. Mənə izin ver, qoy Quranı bir yaxşı-yaxşı oxuyum və fikrimi topalayım, o ayəti tapım ki, buna cavabdır. Və girir qaranlıq bir yerə, qapını bağlayır və and içir ki, heç yeyib içməyəcəm, ta ki, o ayəti tapana qədər. Və bir müddət Quranı oxuduqdan sonra sevinir, deyir, tapdım və qapıları açır, çıxır, gəlir Harun Ər-Rəşidin yanına, deyir, o uşağı gətirir. O uşağı gətirirlər, deyir ki, mən sənin sualına belə cavab verirəm və şübhənə. Deyir ki, Allah Teala Cəsiyə surəsində buyurur ki, Səxxara ləkum mə fis-səməvati və mə fil-ardı cəmiən minhu. Allah Teala'dan olaraq göylərdə və yerdə nə varsa hamısını sizin için ram etmiştir. Burada da yine minhu, min hərfi cəri gəlir. Eynən o birisi ayətdə keçdiyi kimi, yəni Allahdan, yəni ondan olaraq. O da deyir ki, onda sənin etiqadınla biz bu ayəyə də baxsaq, o demək ki, dağlar, ümumiyyətlə göylərdə, yerdə nə varsa, hamısı da Allahdandır. Belə düşünmək olarmı? Və Nəsrani fikirləşir və dərhal İslamı qəbul edilir. Və Harun Ər-Rəşid də çox sevinir buna görə. Və sonra həmin o alim dönəndən sonra yerinə belə bir kitab yazır, çox məşhur bir kitabdır, Ən-Nəzairu fil-Quran. Quran-ı Kərim barəsində olan dartışmalar, yəni ki, onların və yaxud da cavabları. Bu mövzuda, bu babda alimlər deyir ki, bundan gözəl kitab yazılmayıb. Bu şəkildə onun cavabları verir. Və həmçinin Quran-ı Kərimdə Allah Teala Ali-İmran surəsi olan ayədə buyurur ki, qəlbində xəstəlik olanlar Quranda mütəşəbih ayətlərə uyarlar. Bax, necə də bu uşaqda mütəşəbih ayəti gətirmişdir. Möhkəm ayətlər var ki, İsa Allahın oğlu deyil. Lakin harca mütəşəbih tapılır. Və qəlbində xəstə olanlar. O vaxt ki, Nəsranilər də Peyğəmbər sallallahu aleyhi ve sellem devrində eynən bu şübhə ilə gəlmişdir. Və o ayət də bir çox müfəssirlərin görüşünə görə Nəsranilər barədə nazil olmuşdur. Ona görə həmişə qəlbində xəstə olanlar, şübhə olanlar, zəlalət axtarışında olanlar, haqdan insanları azdırmağa çalışanlar mütəşəbih ayətləri gətirirlər. Amma hansı ki, Quranın anası, yenə Ali-İmran surəsində həmin ayədə keçdiyi kimi, Quranın anası möhkəm ayətlərdir. Və mütəşəbih ayətlər möhkəm ayətlərlə yazılmalıdır. Nəinki möhkəm ayətlər mütəşəbih ayətlərlə.
Və həmçinin bunu göstərir ki, bu qissə, bu hadisə alimlərin təvəzzükarlığı, bir məsələ barədə bilmədən danışmamaq, susmaq, səbirli olmaq, təmkinli olmaq, hətta xəlifənin qarşısında belə adam nədir? Öz təvəzzükarlığını göstərir və vaxt istəyir. Vaxt istəyir ki, düşünsün, axtarsın, araşdırsın, cavab versin. Və həmçinin geri gəlmişkən, onu da deyim ki, insan hər şübhədən təsirlənməməlidir. Əgər bir insan əqidəsində möhkəmdirsə, etiqadında, dinində möhkəmdirsə, şübhələr onu sarsıtmamalıdır. Bax, bu günləri bir uşaq mənə sual verib, deyir ki, belə bir video var, mənə şübhə salıb. Deyirəm, video doludur, internet doludur videolar, kitablar var nə qədər, ateistlərin, şiələrin, nə bilim, xavariclərin, onların, bunların, nə qədər deyirsən, şübhələr var. Sən hər şübhə ilə şübhəyə düşərsənsə, laxlayasınsa, belə deyər, təbir icazəlidirsə, dayı ondan sonra sənin qəlbində nə oldu? Etiqad dügün deməkdir. İnsanın qəlbində etiqadı dügün kimi bərkiməlidir. Möhkəm olmalıdır. Və şərt deyir ki, insan bütün şübhələrin cavabını bilsin. Şərt deyil, bu heç kim bilə də bilməz. Gözəl alimlər bəzən bilmirlər, soruşurlar, axtarırlar, araşdırırlar, vaxt sərf edirlər. Məsələn, insan şübhələrlə məşğul olduqca, onun şübhələri artacaq. Amma haqla məşğul olduqca, yəqinliyi artacaq. Görürsən, bəzən də bizdən də tələb edirlər ki, debatlara niyə getmirsiniz və s. Hansı ilə gedəsən? Hansı ilə ömrümüz debatlarla getsin? Həmçinin Allah qorusun, orada sən cavab verə bilməyəndə İslamın adından danışırsan. Sünnənin adından danışırsan. Birdən neysə cavab verə bilmədi, onda necə olur? Allah Teala bizləri sabit eləsin.